Hamiləlik testindən düzgün istifadə edirsinizmi? Hamiləlik testindən istifadə edən zaman ev şəraitində qadınlar bəzi səhvlər edirlər. İndi sizə ən çox geniş yayılmış 3 səhv haqqında danışacağam. Birinci səhv testin edilmə vaxtıdır. Aybaşı gecikməsi olmadan edilən testlər çox vaxt səhv nəticə göstərə bilər. Hamiləlik testi edərkən tələsirlər. Yəni aybaşı 1-2 gün gecikmə olduqdan sonra testi etmək lazımdır. Bu düz nəticə verəcək. Aybaşı gecikməsi olmadan test etməyin. İkincisi, günün istənilən saatında testi etmək düzgün deyil. Çalışıb səhər saatlarında test etmək lazımdır. Çünki bu zaman hormon səviyyəsi sizdə çox olur və bu da düzgün nəticə almanıza səbəb olur. Üçüncü səhv isə testin üzərində olan vaxta diqqət etməməkdir. Yəni qadınlar çox vaxt ya tələsirlər testin üzərində olan xəttin çıxmağına baxmağa və yaxud da gecikirlər. Yəni 3-5 dəqiqə ərzində testin ikinci xəttin qızarmağına baxmaq lazımdır. Çox tez baxsanız və yaxud da çox gec baxsanız, bu testin səhv çıxmasına səbəb ola bilər. 3-5 dəqiqədən çox müddətdə də gözləsəniz, bəzən havanın təsirindən və yaxud da günəşin təsirindən qızarma baş verə bilər. Bu da düzgün nəticənin almamağınıza səbəb ola bilər. Ona görə də əziz qadınlar, testi düz istifadə edin. Bəzən isə testdən əgər şübhələnirsinizsə və yaxud da test neqativdirsə və aybaşı gecikməsi baş vermişdirsə, həkimə müraciət etməyə ehtiyac vardır.